Salam əziz dostlar. Bugün sizə çox maraqlı bir mövzudan danışacağım. Stresin qaynaqlarından danışacağım. Stresin 4 ana qaynağı var. Bu 4 ana qaynaq hansılardır? Daxili stres, sosial stres, KPI stresi və korporativ stres. KPI stresi və korporativ stres daha çox iş anlamında nəzərdə tutulur, amma şəxsi həyatda da çox önəm daşıyır. Daxili stres dediyimiz insanların daxili kompleksləri, travmaları, xarakterik xüsusiyyətləri, boşluqları və ümumiyyətlə insanın hər özünə aid olan düşüncələri və bu stresin qaynağıdır. İkinci stres qaynağı sosial stres qaynağı dediyimiz qaynaqca daha genişdir. Çünki bura ailə daxildir. Ailənin səndə yaratdığı stres, dost çevrəsinin səndə yaratdığı stres, yaşadığınız mühit, qonşular, yaşadığınız həyatda baş verən çətinliklər, dövlətinizdə, hökumətinizdə baş verən proseslərin sizin həyatınızda təsiri, regionda baş verən proseslərin və dünyada baş verən proseslərin sizə yüklədiyi stres. Bu sosial stresdir. KPI stresi, vəzifə ötəri stresi dediyimiz nədir? İnsanın günlük olaraq işdə və ya evdə etməyə mükəlləf olduğu şeylər etməməsi və ya edə bilməməsindən qaynaqlanan, ondan subyektiv və obyektiv səbəblərdən edə bilməmə problemlərinin yaratdığı stresdir. KPI stresinin iki forması vardır. Çoxluğu da stresdir, azlığı da stresdir. Yəni azsa artıq işin yoxdursa, nə edəcəyini bilməməyin özü belə, qeyri-müəyyənlik belə stresdir. Və yaxud da çoxdursa, çatdıra bilməməyin belə və orada yaşadığın uğursuzluqlar belə əlavə stresdir. Bir də var korporativ stres. Korporativ stres nədir? Şirkətlərdə və ya mühitdə fərq etməz. Sizin insanlarla qurduğu ünsiyyətin sizə yüklədiyi stresdir. Yəni, misal üçün deyək ki, siz konkret olaraq işdə işləyirsiniz, sizin rəhbərlik və ya sizdən aşağı olan, sizə tabi olan insanlarla qurduğu ünsiyyətlərdə yaratdığı stres, şirkət daxillərindəki qruplaşmalar, münasibətlərin toqquşmaları, bullyinglər və ya bu real həyatda da var. Deyək ki, məktəbdə siz məktəbə gedirsiniz, bullyingə məruz qalırsınız, müəyyən yol gedirsiniz, dövlət qurumları ilə yaşadığınız streslər və bunların hamısı korporativ stresə daxildir. Yəni, dolayısıyla hər bir insan günlük olaraq stresə məruz qalır və bu stresin sonu nə olur? Sonunda insanda bir çox psixoloji problemlərə səbəb ola bilir ki, və bunun ən ağır formalarından biri burnout və ya nevrosteniyadır. Burnout insan tükənmişlik sindromudur. Yəni, konkret olaraq burnoutda əziyyət çəkən insanların iş qabiliyyəti, funksional sistemi darmadağın olur və iş qabiliyyətini itirmiş olur. Nevrostenik problem isə monoton iş həyatının insanda yaratdığı konkret olaraq nevrotik pozuntudur, yəni aqressiyadır. Və aqressiyada onun sosial münasibətlərinə, eyni zamanda da korporativ münasibətlərə təsir edərək əlavə stres qaynaqlarına çevrilə bilir ki, bu da sonra başqa problemlərə gətirib çıxara bilir. Ona görə də əziz dostlar, bunu dinləyən hər kəs istər şəxsi həyatına baxsın, istərsə də işlədiyi mühitdə stres indeksi nə qədər yüksəkdirsə, sizin orada xəstələnməniz, sizin orada negativ hadisələrə üzləşməniz və negativ hadisələrə yaxınlığınız bir o qədər yüksək olacaq ki, bunun da sonunda negativlə bitəcək və ya xəstəliyin ağırlaşması ilə bitəcək. Buna görə dostlar, stresinizi idarə etməyi öyrənin. Öncə stresi öyrənin, sonra stresinizi idarə etməyi öyrənin. Bu, həm şəxs olaraq, həm şirkət olaraq çox önəmli və vacib məsələdir. Təşəkkür edirəm. Gəlin videolarda görüşənə qədər.